Hoş gördük Elçin qardaş. Eşitdiyimə görə siz kənddə xeyirxah işlər görürsünüz. Xeyriyyə fondunuz var. Kasıflara el tutursunuz. Allah da həmişə sizə el tutsun. Ne olar artıq dərəcədə xahiş eləyirəm sizdən. Mənim Natış xalama köməklik eləyin. Onda oğlu evlənəsidir. Həddi buluğa çatıbdı. O uşaq evi yoxdur. Xahiş eləyirəm artıq dərəcədə sizdən ona köməklik eləyəsiniz. Artıq dərəcədə. Onda bir evi olsun. Toyliyəsi uşaqdır. Vagonda oturur. Vagonda demək olmaz, avtobus sınığında. Bir köməklik eləyəsiniz. Siz həmişə kəndimizin fərəhisiniz. Kəndimizdə çox abadlıq işlər aparsınız. Çox gözəl dəyişikliklər eləmişsiniz. Sizin Allah canınızı sağ eləsin. Allah təala nə arzun var, arzuna çatdırsın. Xahiş eləyirəm artıq dərəcədə mənim Natış xalama köməklik eləyəsiniz ki, bir isti yuvası olsun, bir ev olsun. Balasını yerləşdirsin. O da bir başsız qadındır. Xahiş eləyirəm, köməklik eləyin. Siz gözəl, dəyərli insansınız. Allah təala sizin nə arzunuz var, arzunuza çatdırsın. Canınız sağ olsun. Həmişə ailənin, balalarının, nəvələrinin üstündə olasan, əzizlərinin. Xahiş eləyirəm artıq dərəcədə mən xalama köməklik eləyəsiniz. Sağ olun, var olun, hörmətli olun. Böyüyünüzün qarşısında baş əyirəm. Mənim üçün maraqlıdır. Sizi nə vadar etdi ki, müraciət etdiniz kimlərəsə? Mən bilmirəm indi əvvəl kənd rəhbərliyi ilə bəyə, yoxsa kimə müraciət etdiniz və nə cavab aldınız? Eşitdik ki, kənddə həmişə xeyirxah iş görür. Giryətli uşaqlarımızın, dəhnəli balalarımızın səbəbkarlığı ilə. Biz də elə olub Elçin müəllimə müraciət elədik. Sağ olsun sözümüzü yerə salmadı. Kömək eləyənlərin də Allah canını sağ eləsin. Rəhbərliklərimizin də Allah ensi eləməsin. Ki sağ olsunlar, gəlib bacımın da vəziyyətini gördülər. Şimdi bacımın vəziyyəti yaşayır. Sözümüzü yerə salmadı, gəldi, maraqlandı, baxdı. Köməkliliyi Allah da onlara kömək olsun, Allah dayaq olsun. Sözüm bu qədər. Sizə şükürüm, bu narahat yerləri kesin. Əvzə müəllim, hamısı da istəyir. Elçin müəllim, mən sənliyəm, Mustafa bağışlayayım. Allah başlarından töysün. Moskvada olan uşaqlara da deyirəm. Allah canlarını sağ eləsin. Mənə belə vəziyyətdə olduğuna görə hamısı köməkdarlıq eləməyinə xahiş edirəm. Elçin müəllim başda olduğuna görə. Əddə müəllim, Ayaz müəllim, hamısı da nə qədər rəhbərimiz varsa. Əddə müəllim də həmişə mənim nəzərdə gördü. Allah tanısın, Allah dayağında dursun. Valla talamıram, Allah Elçin kömək müəllim olsun. deyirlər, valla talamıram. Deyirəm, valla görməmişəm mən. Neçə ildir məktəbi qutardığım, indi tanıdım. Sağ olsun, Allah başlarında töysün nə qədər varsa. Canları sağ olsun. Canları sağ olsun. Gidende ay gelende gel oğlum, cihan yanar sen gülende gül oğlum. Bir yol vardır hak yoludur bul oğlum. Yeri bilmek göğü bilmek bil oğlum. Çabuk büyü çabuk yetiş tez oğlum. Çakal gezen şu dağlarda gez oğlum. Çabuk büyü, çabuk yetiş tez oğlum. Çakal gezen şu dağlarda gez oğlum. Gez oğlum, vatanına göz dikeni ez oğlum. Dostun kim, düşmanın kim sez oğlum. Tarihini şerefinle yaz oğlum, yaz oğlum. Gez oğlum,
vatanına göz dikeni ez olur. Dostun kim, düşmanın kimsez olur. Tarihini şerefinle yaz olur, yaz olur. Senden gider sonsuzluğa yol olur. Dört bir yana salmalısın kol olur. Ekmeğini aç olanla böl olur. Değerli izleyiciler, hürmetli Azərbaycan xalqı, kiçik dəhnə cəmaatı. Bir daha sizi salamlayıram. Herhalde bizim verilişləri izləyirsiniz. Rusiyada yaşayan igid oğlanlarımızın köməyi ilə, Elçin Calavun rəhbərliyi ilə növbəti bir evin inşasına başlanmıştı bir aya yakın müddətlə. Biz mütəmadi olarak kanal rəhbərliyi, kanal tərkibi gəlib maraqlanırdı. Müxtəlif zamanlarda hər dəfə gələndə burada kəndin ziyalılarını, baş həkimlidir, tanınmış insanları, şəhid ailələrinin nümayəndələrini görürük və gəncləri görürük. Çox fəxrlə biz də danışırıq ki, bizim kəndimiz lazım olan vaxtı elə bir hərəkətlərə yol verir ki, bu Azərbaycan Respublikası üçün nümunə göstəriləcək işlərdir. Bugün də növbəti dəfə ənənələrimizə sadiq qalaraq tir qaldırma mərasimi deyirlər. Evin bünövrəsi başa çatandan sonra onun üstü örtülmək mərhələsi olanda həmişə ta qədimdən tir qaldırma mərasimi olur və bu mərasimdə ev sahibini istəyən adamlar, kəndin insanları gəlirlər, təbrik edirlər, göz aydınlığı verirlər. Bu məqsədlə biz də çəkiliş qrupu ilə bura gəlmişik. İnşallah içəridə gələn qonaqlarımızın da bir hissəsi ilə tanış olarıq. Ev tiklənən xeyriyyə fondu işə başlayandan bura bir iki dəfə gəlmişik və şanlı işlər davam edir. Mən də hər birinizi salamlayıram bu xoş gündə. Hər birinizə can sağlığı arzulayıram. Və bu gözəl işdir ki, bu günlərin bir ailənin o ocağını yandırırıq, onun işığını yandırırıq. Onun oturub bu qışın soğuğunda, yayın istisində o özünü, başını soxmağa bir ev tikilir. Bu işi təşkilləyənlərə, bu işdə əziyyət olanların hamısına can sağlığı, uzun ömür arzulayıram. Başta əlbəttə ki, xeyirxah adamlar həmişə xeyirxahdır. Onlar tarix boyu olub, keçmişdə də bizim ulu babalarımız da olub. Beləcə bu yaxşı işlərə həm seviniblər, həm də insanlara bir məktəb kimi, bir böyük kimi yol göstərmişlər. Belə işlər həmişə insana xeyir gətirir. Əvvəlcə hər birinizi salamlayıram, axşamınız xeyir, dəyərli qardaşlar, gözəl insanlar. Bax gördüyünüz bu evin artıq patoloğu hazırdır və maliyyar işləri qalıb, bir neçə işləri qalıb. İnşallah qısa bir zamanda bu işlər də görülüb, qutarılacaq. Allahın köməkliyi ilə. Sağ olun, var olun, Allah hər birinizdən razı olsun. Və bu işləri görəndən də Allah razı olsun. Çox sağ olun, təşəkkür. Çabuk büyü, çabuk yetiş tez olur. Çakal gezen şu dağlarda gez olur. Çabuk büyü, çabuk yetiş tez olur. Çakal gezen şu dağlarda gez olur. Gez olur. Vatanına göz dikeni ez olur. Dostun kim, düşmanın kimsez olur. Tarihini şerefinle yaz olur, yaz olur, gez olur. Vatanına göz dikeni ez olur. Dostun kim, düşmanın kimsez olur. Tarihini şerefinle yaz olur, yaz olur. İzləyicilər, bu günlərin dəfələrlə biz sizə məlumat çatdırdığımız evin açılışıdır. Kimsəsiz, imkansız ailəyə tikilən evin açılışıdır. Bu açılışda kənd rəhbərliyi, qonaqlardan iştirak edənlər var. İndi biz bu hazır olmuş evə
o qonaqlarla birgə baxış keçirəcəyik. Salam aleyküm, xeyirli uğur olsun, can sağlık olsunlar, xeyirli görsünlər. Bismillah, xeyirli olsun. Salam aleyküm. Aleyküm salam. Salamat. Sıcaq xeyir. Yaşayanlar olsun. Xeyir olsun, Allah qismət etsin. Amin. Əziyyət çəkənlərin əziyyətini. Allah verdirməsin. Sağ olsunlar. Bu nöbət olsun. Değerli Azərbaycan xalqı, hörmətli Kiçik Dəynə kənd əhalisi, bir daha hər birinizi salamlayırıq. Nurlu Səhər TV olaraq Kiçik Dəynə kəndimizdə baş verən müsbət işləri daim işıqlandırmışıq, xalqın nəzərinə çatdırmışıq, həvəs vermişik ki, insanlar mütələb işlərini davam elətdirsinlər. Bugün də bu növbəti uğurlardan birini bütün dünya ictimaiyyətinin nəzərinə çatdırırıq. Hər kəs bilir ki, hələ bu son illər Kiçik Dəynə Xeyriyyə Fondu qrupu yaranmamışdan əvvəl də qeyri-rəsmi olaraq Rusiyada yaşayan oğlanlarımız öz gəlirlərindən müəyyən hissə ayırıb kənddə imkansız ailələrə, evi yanan, təbii fəlakətdən ziyan çəkən evlərə kömək edirdilər. Bayramlarda kasıb ailələri sevindirirdilər. Təbii ki, bu işlərin başında həm kəndlimiz Elçin Cavulov dururdu. O, nəinki Rusiya şəhərlərində, eyni zamanda kənddə olan insanların da vəziyyətini düşünür, götür-qoy edib, bu qərara gəlib ki, kənddə olan imkansız ailələrə imkan daxilində köməklər olsun. Əlbəttə, burada hər şey, bütün hərəkətlər hamısı hər kəsin öz istədiyi səviyyədə müştəri olaraq ürəyi istəyən adamlar bu xeyriyyə işlərinə qoşuldular, sağ olsunlar. Yəni, bu günləri mən tək bir neçə nəfərin adını çəkmək istəmirəm. Cavulov Elçinin bu təşəbbüsünə qoşulan bütün həmkəndlərinin hər birisinə təşəkkür edirlər ki, onlar öz ailələri kimi bütün kənddə yaşayan insanlara öz münasibətlərini bildirdilər və köməyini əsirgəmədilər. Bu günlərin qısa bir müddətdə baxmayaraq ki, çətin vəziyyətdə yaşayır, hər kəs bilir ki, qeyri-müəyyən bir dövrdə gəlirlərin olmadığı bir şəraitdə də bizim kəndə olanları geri çəkilmədilər və bu köməyi göstərdilər. Buna görə də bugün biz bura yığılmışıq, növbəti bir xeyirli işdə bütün bir ailənin ömür boyu dua edəcək ki, o da insan kimi, hər halda izləmişsinizsə görmüşsünüz, vaqonda, elə bir vaqonda yaşayırdı ki, üzr istəyirəm, orada heç, belə deyim, canlı insan heç yaşamaz, hələ bir daha dönəcəmiz üstünə heç ora heyvan da yaşamaz. Elə bir çətin bir yerdən, belə bir gözəl evə qədəm qoyacaqlar, həyatını davam edəcəklər və bu təzə inşa edilən evə gəlin gətirib, növbəti nəsillərin sayını artıracaqlar, kəndimizin hörmətini, nüfuzunu daha da göylərə qaldıracaqlar. Nə deyərdim? Çox danışmaq olar, bugün bu bizim bu tədbirdə kənd icra nümayəndəsi Ayaz bəy də, bələdiyyə sədri Əlvida bəy də iştirak edirlər. Onlar da bu işə indi yox, dəfələrlə gəliblər, maraqlanıblar. Lazım olan mənəvi köməkdir, hansısa bir köməyi də əsirgəməyirlər. Buna görə də mən istəyərdim ki, bu kəndimizdə olan bu birlik, bu vəhdət daimi, əbədi olsun. Ulu kişiləri, insanlar arasında şəxsi ambisiyaları kənara qoyub, həmişə belə xeyirli işlərlə bütün Azərbaycana nümunə olar. Və bu günləri, bu ailəni bir daha təbrik edirik, göz aydınlığı veririk. Xeyirli olsun, uğurlu olsun. Bu iş haqqında geniş danışmağa ehtiyac yox. Nəticə göz qabağındadır. Allah əziyyət çəkənlərin canlarını sağlasın, Allah dayaqları olsun. Həqiqətən Allah xeyir versin. Mən də öz növbəmdə deyərdim ki, xeyirli olsun, bu işdə, bu evin ərsəyə gəlməsində əməyi olan hər bir vətəndaşın Allah canını sağ etsin, Allah zəhməti itirməsin.
bu ailədə, bu oyunda daim mehribançılıq olsun, ailə xoşbəxtliyə yetirsinlər. Yaxşı bir oğlunla, Natella öz oğlunu evləndir, gəlin gətirsin, mehriban yaşasınlar. Nurlu Səhər telekanalının tamaşaçılarına salam deyirəm. Bəli, bu xeyriyyə işinin biz növbəti açılışındayıq. Ev tam ərsəyə çatmışdır. Ev sahibinə göz aydınlığı veririk. Allah doya göz aydın olsun və evdə xeyir işləri görsün. O Mirzə Rəhbər sahibimin yaxşı bir sözü var. Deyirlər, utan heç kəsə bir söz demə. Haqq sözü deyirkən utana bilmirəm. Nə eləməli? Göz görür, əqlim kəsir. Mən günəşi göydə dana bilmirəm. Bu xeyirxah işi danmaq olarmı? Bu xeyirxah işi görməmək olarmı? İstər Qaşqırda su kanalı, istər şəhidlər xiyabanı, istər məscidimiz, istər bu və ya digər yerləri görməzliyə vurmaq, bu Allahsızlıqdır, bu insafsızlıqdır. Həqiqi mənada insan deyir, ağac barı ilə insan yaxşılığı ilə deyib, dəyərləndirilir. Məhz bu işdə əli olanların hamısına başda rəhbər elçin olmaq şərti ilə onlara da göz aydınlığı düşür. Allah onların canını sağ eləsin ki, bu işi davam etdirə bilsinlər. Sağ olun. Hörmətli Nurlu Səhər TV-nin əməkdaşları, hörmətli ziyalılar, hörmətli ağsaqqallar, bugün biz növbəti bir kimsəsiz, köməksiz qadının evinin tikilməsi işinin başa çatmasını qeyd edirik. Mənə də qonaq qismində dəvət ediblər. Biz belə evlərin sayı çoxdur. Biz dəfələrlə iştirak eləmişik, qeyd eləmişik. Həqiqətən gələndə də bu evin xanımı, Natella xanım, köməksiz, bir zəif, kimsəsiz bir insan olubdur. Əvvəlcə yaşadığı, çox acınacaqlı, çox belə bərbad bir vəziyyətdə olubdur. Bu müzakirələr, ağsaqqallar, kəndin rəhbərliyi, bizim televizyon kanalının işçiləri belə qərar gəldilər ki, bu ev tikilməlidir. Əslində öz bacısı da Elçi Canalovun qanununda bu məsələni qaldırmışdı. O da bir mənalı olaraq bu məsələyə hazırmışdı. Qısa müddətdə belə bir gözəl evin ərşəyə gəlməsi, üzə çıxması bizi sevindirir. Maşallah, çox gözəl, sağlıqlarına qismət olsun. Belə sosial layihələrin kənddə olan icmanın işləri siyasında saymaq yoxdalmaz. Məsələn, bizim 2 nömrəli orta məktəbin yardımçı binasının tikilib bizim müəllimlərə verilməsini biz bir də Zarovat Namik qardaşımız bu işlərdə, təşkilatı işlərdə əmək olan qardaş deyir ki, büdcədə də olsa onu deməmişlər. Nətər onu biz deməmişik, biz ilk fidi quruluşdu orada. Onun elçinin başda olmanı, bu komandanın belə gözəl işini qiymətləndirdik, bir tərtnamə yolladı ünvanla, müjdatda dedik. İşlər çox sayılıdır, biz bilmirik hansından danışaq. Məsələn, o son zamanlar böyük məscid binamızın günlərdə təxminən başa çatmasını da demək olar. Belə işlərin sayı çoxdur. Arz edirəm, belə işlərin sayı, layihələrin sayı çox olsun. Gələcəkdə belə işlərin davamlı olsun. Bu binanın tikintisi həm öyrəsinə, həm kəndimizin ictimaiyyətinə, həm bizlərə şükürlər olsun, həm də xeyriyyə cəmiyyətinin işlərini, gələcək işlərinə də uğur gətirsin. İnanıram ki, onların əli göydədir, Allaha dua edirlər. Sevinirik. Belə işlərimizin sayı çox olsun, kəndin gözəl işləri belə sayı çox olsun. Biz Nurlu Səhər TV olaraq belə işləri daim işıqlandıraq. Tək belə şeylərdən zəhmət çəkir. Sağ olun, minnətdaram. Bu işdə əmək olan bütün yoldaşlara öz adından, ziyalılar adından, qəlbi həmişə belə gözəl işləri sevinən yoldaşlar adından bir daha təbrik edirəm. Sağ olun, öpürəm. Sağ olun. Değerleri onun ziyalı toplumuyla ölçülür. Eğer özünüz de qeyd elədiniz ki, məktəb üçün bu işləri görürük. Biz istəyirik ki, bizim necə deyərlər, müəllim ən böyük qüvvədir. Biz istəyirik ki, təkcə məktəbdə görülən işlər haqqında yox, ümumiyyətlə bu fondu, bu dəyənək üçün iş görən insanların fəaliyyətini, müəllim kollektivi ayrı işlərini də dəyərləndirsinlər. Kənd üçün görülən işlərini, təkcə məktəb üçün yox. Təbii ki, birinci növbədə məktəbdir, məsciddir, bizim bu tariximizdir, varlığımızdır. Amma bir daha qeyd edirəm ki, bütün ziyalılar, həkimlər, müəllimlər, bu
belə deyək də, hansısa bir təhsili aşağı olan 100 nəfər adam nəsə deyir, kimsə inanmağa gəlmir. Amma hansısa bir müəllim, həkim deyəndə dillər yəqin düz deyir. Mən doğru dillə danışdım, kəndçi dillə danışdım, hər halda düzgün başa düşürsünüz. Yəni, bu günləri bütün o dediğimiz şeylerin hamısı qeyd olunur. Görmüşlər TV kanalında da, sosyal şəbəkələrdə də, o tikilən evlərdir, məsciddir, qıllanlardır, şəhidlərdir. Ən əsası kəndin, deyirlər ki, mədəniyyətin yolunu olsun. Vallahi, billah, bu yol var bu kənd üçün böyük bir töhfədir, böyük bir əvəz olmaz bir şeydir. Buna dəyər vermək lazımdır. Söhbət ondan getmir ki, sənətdə gedir ki, dövlət adı, yaxud dövlət adında bunu təşkil edəmək, bu işi axına çatdırmaq, bana o boyda kəndlərimiz var. Götürək gizlətmirlər. Qonşumuz Böyük Deynə kəndidir, maşallah. Böyük Deynə kəndindən üzr istəyirlər. Böyük Deynə kəndindən müxtəlif evlərdə, yüksək məzələrdə olan insanlar da var, biznes quran insanlar da var. Baxmayaraq ki, kiçik bir arazide heç olmasa sentral, mərkəzi yollarda asfalt yoxdur. Amma bizim kəndin indi ara küçələrdə də asfalt döşədir. Bu nədir? Bu deməkdir ki, yəni dəhlər, bir daha əvvəl qeyd edədiyim kimi, Azərbaycan üçün nümunədir, örnəkdir. Təbii ki, bizim hansısa bir səhv cəhətlərimizi deməliyik, yaxşı cəhətlərimizi almışlamalıyıq. Bu, bizim yolun qırağına əkilən o ağaçlardır, o işıqlar da çox yüksək dəyərləndirirlər. Kim, hansı formada olsun, istəyir xeyriyyə fondunun xətti ilə, istər öz heç adını çəkmədən o qədər insanlar var ki, kəndimizdən də olanlar var ki, hansısa bir xeyri işləri görüb adını çəkilməsini istəmir. Təbii, kim nə bacarırsa, bu kənd üçün eləsə, gələcəkdə öz nəvələri, nəticələri, öz nəsli kökü üçün eləyir və tarixdə öz adını şərəf lövhəsində yazır. Sağ olun. Bu bizim qonşumuz Ömərlər 19 il o şeydə otururdu, avtobusda otururdu. Allah canı sağ olasın. Tikənlərin də, bu işi təşkil edənlərin də. Amin. Böyük işdir bu. Valla 19 il bir şey olsunlar, zərafət deyil. Avtobus nə var deyil, bazı yerdə olur. Allah canlarını sağ olasın, xeyirli olsun, eləsinə toy eləsin, o öyrənirsin, gəlin gəlirsin. Qismət olsun, xeyir işi olsun, Allah xeyir qismət olsun. Tikdirənlər də, səbəbkarlar da sağ olsun. Əsas səbəbkarlar. Sağ olsun. Əsas səbəbkarlar. Əsas səbəbkarlar, Allah olan canını sağ olasın. Xeyir olsun, can sağ olun. Hamınızı salamlayıram, xoş gördük. Allah taladan arzumudur, İlçin qaqaşımızın canı sağ olsun. Ailəsinin, balalarının üstündən əski eləməsin. Moskvada yaşayan oğlanlarımızın Allah canını sağ eləsin. Ruzuları bol olsun, süfrələri həmişə çörəkli olsun. Bir insanı isti yuva ilə təmin elədilər, tikdilər, yaratdılar, sevindirdilər. Allah da həmişə kəndimizin dəyərli oğlanlarına, dəyərli qardaşlarımızı sevindirsin. Elçin qaqaşa müraciət elədim, müraciətimi yerə salmadı. Çox sağ olsun, hörmətli olsun, böyüklüyünün qarşısına baş əyirəm. Gəldi, baxdı, gördü, həqiqətən də acınacaqlı vəziyyətdə yaşayırlar. Mən ona öz dərin minnətdarlığımı bildirirəm. Allah da onun nə arzusu var, arzularına çatdırsın. Can sağlığı arzulayıram ki, bir ailəni isti yuva ilə təmin elədilər, gözəl günlərə çıxartdılar. Allah o evdə əziyyəti olan oğlanlarımızın, qardaşlarımızın hamısının canı sağ olsun. Allah təala onlara var dövlət, ruzu, bərəkət, can sağlığı versin. Həmişə kasıblara əl tutsunlar, başda Elçin qaqaş olmaqla. Eldar müəllimə də öz təşəkkürümü bildirirəm ki, insanları belə ictimailəşdirir, cəmiyyətdə tanıtdırır ki, yəni belə xeyirxah insanlar var. Çox sağ olsun. Təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bugünkü gündə sevincimin həddi hüdudu yoxdur ki, Natış xalamın, Seymur balamın isti yuvası oldu. Allah təala xalama can sağlığı versin, bir balasının xeyir işini görsün. Balası hamımızın balamızdır. Hamısına can sağlığı arzulayıram. Çox təşəkkür edirəm. Elçin qaqaşımıza minnətdaram. Eldar müəllim, təşəkkürümü bildirirəm. Böyüklüyünüzün qarşısında hamımızın baş əyirəm. Allah təala sizə, ailənizə, can sağlığı versin. 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 Allah təala sizə, ailənizə, can s
Çox sağ olun, Allah razı olsun. Allah həmişə var eləsin ki, bir insanı isti yuva ilə təmin elədiniz. Allah da hamımızın arzusuna çatdırsın. Ailə hamımıza ailə xoşbəxtliyi, sevinci arzuluyuram. Gözəl günlər arzuluyuram. Xoş günlər arzuluyuram. Balalarınızın, nəvələrinizin həmişə yanında olmağı arzuluyuram. Çox sağ olun, minnətdaram. Təşəkkürümü bildirirəm hamınıza. Biz qeyd elədik. Bizim kənddə bu işi təşkil edənləri də, rəhbərliyi də, ondan sonra maddi dəstək olanları da, burada görünməyən insanlar var ki, tərəflər var ki, burada bizim operatorumuz, burada səhər TV'nin operatoru. Deyərdim ki, tanıtım məsələsində böyük oğlu Namik qardaşımız yenə bu işlərin təşkilində ustaları təşkil eləməyib, gətirilən materialları təmin eləməyib, bu işlərdə böyük əziyyəti olub. İstəyərdi ki, Namik sonda bu işi necə başa gətirdilər, hansı məbləğdə pul xərcləndi və bunu bütün fond üzvləri də, bütün adamlar bilsin ki, yəni maraqlanmaq istəyən maraqlansın. Mən də öz evimdə hər kəsə təşəkkür bildirirəm. Bütün kömək edən qardaşlar Allah razı olsun, canları sağ olsun. Bəli, zaman bu evin əvvəldən axır kimi xərclənən pul 23.646 manat pul çıxmışdı. Bunun 15'ini ödəndi, amma 8.000, burada da yazmışam, 8.643 manatı boş kimi qalıbdı. Bu borcun da deməli 4.489 manatı bizim bazı borcumuz var. 4.154 manatı ustalar borcumuz var. Açıqda gün baxım sizə yazmışam, ayın tarifindən kim istəsə maraqlana bilər. Allah sağ sağ olasın, xeyir olsun. Saat onu verməyim. Evdə dayımın da xeyir var, heç bir risklər düşürük. Kömək elə bir Canına sağ olasın. Var olsun. Allah razı olsun. Allah yapsın. İndi atdan çıx, onu boşqaba qoy, ötür bir. Örgəndə nə var? Bir zeyl olmuş, baxma. Açmır. Yüz eylə böyle. Özü geçsin. İndən geçmə örgən. Siz olursunuz mu? Maşallah. Budur inşa olunan evlere bakırıq. Şunu anladım. Bu evin uzun 5 metredir. Eğer ustalar kısmet edin. 3 metre. Kimde 5'e? 3 metre. Allah kısmet edin. Yayda da siyaseten kış evdir. Allah'ta mı değil? Allah çok sağ olun. Benim de şöyle. Atolu getirin bu evin olana koyun. Lazım hoş geldin. Bu evde 4. çatı. Allah kısmet etsin. Gaspari sokusunuz da. Unutmayın Allah. Çok sağ olun. Şunu nezareti. Sosyal çıkmayın. Allah kısmet. Uzaktan geldi, Nazım Efe'den geldi. Kimin ədət varsa Allah'ın sağlasın. Başqadakilərin də, buradakilərin də olsun. Fərdə tutmuş ev yazsın. Allah'ın sağlasın sağlasın. Amcanın Allah sağlasın sağlasın. Babalarının Allah sağlasın sağlasın. Sağ olun. Var olun. Sağ olun. Sen oraya görüşen de. Ne olur? Allah kısmet etsin. Özellikle Allah kısmet etsin. Tamam sağ olun. Allah size Güzel günler geçer. Allah kısmet etsin. Maşallah. Eyvah sana terler. Eyvah. Hey, kısmet olsun. Sağ olun. Boyuna işler. Moskvada olan uşaqların da Allah hepsinin başına versin. Allah için balamıza da kömək olsun. Yarattığına göre, kasıklara güzel yarattığına göre Allah köməyində dursun. Sağ olun. Sağ olun. Için balam. Benim de balama kömək etsin. Allah həmişə köməyinizdə dursun. Ayağının alın. Derdim yalan verməyəcək. Güzel olsan,
uşaqların, ətrafındakiləri, hamısını Allah Allah qorusun. bize çok görmesin ki bizim halamızın balasını oradan ev tikirdi. Allah ona dayak dursun. Emeği olanların hamısına teşekkür ederiz. Çok sağ olun. Yolunuz uğurlu olsun. Yaxşı sədalarınız gelsin həmişə qardaşlar. Sizin için balaları bize Allah çok görmesin. Allah hamınızı korusun. Sağ olsun. Sağ olun siz de. Rəmayətdəki bu Dayak durdunuz, en az kömeğiniz değdi her birinizin. Özü misal için Ramayat Hanım da sesini təbrikini gönderəsiniz xəstələnib gələ bilmədi. Yəni açıq, aşkar məsələni qoydu, xahiş elədi ve bundan sonra bu işe bakıldı. Sağ olun her biriniz. Bu değil bizim o abi şey. Hoş gördük, hoş gelmişsiniz. Həmişə xeyir işlərdə işləkləmə Allah nəsib eləsin. Ağılın alım. Elçində başda olmaqla, Deynəmizin gözəl balaları başda olmaqla. Allah hamınızın başından ruzunuzu, bərəkətinizi döysün. Canınız sağ olsun. İlədiyinizi də haqq alalım bacıma, Zulumkər bacıma. Balasının bir balasının xeyirşin görmək nəsib olsun. Toca eləsin, gəlin getsin. Sağ olun hamınıza. Evlərin əlimdə başda olmaqla, elçin başda olmaqla. Moskvada yaşayan Deynəlimizin balaları başda olmaqla. Hamınıza çoxlu təşəkkürlər eləyirəm. Çoxlu. Sağ olun, sağ olun. Çoxlu sağ olun. Sağ olun. Kiri. Gəlin gülücük. Allah qismətləsin, yaxşı işlər görsün. Gözəl gəlirlər gəlsin bacıma. Bir balasının bəhrəsini görsün. Qırmızı gəlin olsun, nəvələr olsun. Bunların hamısı elçinin ağrısını alır. O sənəyəsində olsun. Onun anasının əllərini öpürəm. Anası Fatma xalamın. Atası baba dayının rəhmət olsun. Gözəl bir evladı dünyaya salıb gətirdiyi yerdə. Hamıya xeyirxalı iş gördüyü yerdə. Allah da onun balalarının üstündən eysiləməsin. Ailəsinin üstündən, nəvələrinin üstündən eysi olmasın. Hamıya xeyir dua verir. Allah da xeyir dua versin. Biz yaşlarında Fəslin elə vaxtıdır ki, demək olar sabahdan yay girir. Belə isti havalarda gözəl bir mərasimlə qarşılaşdıq. Bu evin təhvilini bu xanıma təhvil verdik. Amma belə mötəbər tədbirlərdə iştirak elədiyinə görə sizə də minnətdarlığımı bildirirəm. Həqiqətən də büyük sevimli gündür, şən gündür. Bu işə qoşulmaq, bu işdə həm gülmək, güldürmək, ürək açıqlığı bu xanıma da yaraşır, bizə də yaraşır, bizim kəndçilərə də yaraşır. Belə günlərin saat çox olsun. Əlamətlər günlər qeyd edir kəndimizdə. Operatorumuzun da canını Allah sağ eləsin ki, ona həmişə belə gözəl çəkilişlər çəkmək qismət olsun. Sağ ol. Evimizə uşağın xeyir işinə gelir, can sağlığı ilə otur. Elə gəlin gəl ki, özün kimi diri baş. Nətər olmuşsansa, gəlin də sana elə qəşəng olsun. Elə gəlinli, uşaqlı, evlatlı, nəvə toyu gör, nəvə ferişləri gör bu evdə. Gələk, səni təbrik edək. Sağ ol, var ol, hörmətli ol. Mən də bilməyərim kimi sizə minnətdarlığımı bildirirəm. Allah sağlığı sağ eləsin ki, mənə qapımı bir ata kimi açdınız. Sağ ol. Allah həmişə başınızdan töksün. Böyükən həmişə üstündə duran elçin müəllimə təşəkkürümü bildirirəm. Moskvada olan uşaqlarıma da. Allah mənə nə qədər ilikdir, o qədər başlarından töksünlər. O qədər töksünlər ki, eylət daş kimi gözlərindən daşsın. Allah bu sayası da elçin müəllimə düşsün, sağalsın. Başımızın üstündə həmişə rəhbər kimi dursun. Elə bilirəm, heç mənim atam ölmürdü. Həmişə mən elçin müəllimi ata bilirəm. Elçin müəllimi tanımazdım, indi tanıdım. Allah ona can sağlığı, uzun ömür, balaları üstündən, ailesi üstündən eysiləməsin. Sağ olsun, var olsun, əllərindən öpürəm, üzündən öpürəm elçin müəllimi. Nə deyim, ürəyimdən nə qədər sözlər varsa hamısını olsun. Ay Allah, Allaha dua edirəm ki, sən elçin müəllimə şəfa ver. Ailəsinin üstündə, balaların üstündə, kəndimizin üstündə həmişə belə böyük dayaq olsun. Dağ kimə belə dursun elə başımızın üstündə. Nə deyim, həmişə baxsada deyirdilər adinlərin ki, sizə gəldik. Demişəm gəlməyim də tarım. Şəraitim olmaqda indi. Şükür daha hamı gəlir. Gələrlər Allah qorusun. Allah hamın canını sağ eləsin. Solan da gözəl oldu. Maşallah. Valla da geçimli oldu. Çəkiliş aparatda hamısı. Allah hamısına başından töksün. Uşaqların üstündə elə böyük dayaq kimi olsunlar. Qoşmamda yaxşıdır, köməkdarlıq görürlər.
Allah doyuyor, gözünüz aydın olsun. Hayat öyle bir şeydi ki, atalar deyir ki, hayat insanları 4 riyazi üsulla imtihanı çekir. Deyir, həqiqətlərlə vurur, ayrılıklarla bölür, insanlıktan çıkarır, sonra da toplar, özüne gəlir. Görürsən mi? Bu bizim bu kənd təəssübkeşlərimiz Elçin başda olmaqla bir yerə toplandığına görə bax belə bir xeyriyyə işləri öz nəticəsini verir. Allah bu işdə kömək olana hamısından gözləri çox aydın olsun. Gün olsun ki bu evdə xeyir iş görür. Sağ ol. Değerli dostlar, sonda biz Elvin Gazi kardeşimizin kardeşi Emin Bey'le bir yerdeyip bu evin inşasını o hayata geçirip ne kadar kömeği deyip onu eşitmeyi isterdi sonda. Ben de bütün xeyriyyə qrupunda olan qardaşların hər birini salamlayıram. Allah bütün əziyyət çəkənlərin hər birinizə sağ olasın. Allah qazancına bərəkət versin. Böyle ailəni sevindirmək həqiqətən hər insana da nəsib olmur. Bu gec-tez hər biri haqq dünyasında nə təhvil lazımdırsa mükafatını da alası Allah qatında. Allah heç birini əziyyət etməsin, xeyir olsun, Allah qoyduğu xeyir versin, gözəl günlər yaşasınlar. Sağ olun, var olun, Allah hər ikisine gözəl ev nəsib eləsin. Emin Bey, belə bir sual vermek istiyordum size. Bence bu ev kısa müddete başa çattı. Bu barədə ne diyebilirsiniz? Hayır dönəm, hətta biz əksinə biraz lap tez sonrasıydı. Biraz hava şəraiti bizə şərait yaratmadı ki, yağışlar yağdı, külək əsdi. Burada da açıqlıq özünüz bilirsiniz ki, qumdur, külək tam gözünə başına çıxardı, işləmək olmurdu. Hətta yağış imkan vermədi, biz geyişdik. Biraz da tez qutarasıydı. İndi İsmet Allah'ın mümkün yekunlaşdırdı. Allah sonları sağ olasın. Böyle çıxır ki, size göre size temennası kömək eləyənlər də oldu, kömək eləyən uzadanlar da oldu. Çok kısa müddete belə bir keyfiyyətli binanı ərsəyə gətirmişsiniz. Sağlıqla yaşasınlar. Allah bütün kəndin gənclərin belə bir-birisiyle sıx dostluqda görün. Belə işlərdə həmişə bir olsunlar, kömək eləsinlər. Kəndimiz pis gün görməsin. Sağ olun.